Hamı deyir inanıram, amma çoxu inanmır. Sadəcə qorxur. Cəhənnəmdən qorxur. Günahkar görünməkdən qorxur. Cəmiyyətin nə deyəcəyindən qorxur. Tək qalmaqdan qorxur. Və qorxusuna bir ad qoyur. İnanc. Həqiqi inanc insanı azad edir. Sual verməyə icazə verir. Düşünməyə icazə verir. Seçməyə icazə verir. Qorxu isə itayət öyrədir. Əgər sənin inancın səni daim sıxırsa, əgər səni daim günahkar hiss etdirirsə, əgər səni düşünməkdən qorxudursa, o inanc deyil, o sadəcə nəzarətdir. Və həqiqət budur, qorxudan doğulan inanc insanı böyütmür, sadəcə itayətkar edir.